29 may 2025-ci il bir təcili xəbəri diqqətinizə çatdırıram. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq Elgün İbrahimovun ölümü ilə bağlı məlumat yayıb dəyərli izləyicilər. Birgə məlumatı təqdim edirik sizə. Demək, mayın 13-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhərində müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda istintaq edilən cinayət işi üzrə intensiv istintaq və əməliyyat axtarış tədbirləri davam etdirilir. Cinayət işi üzrə bütün fərziyyələr, o cümlədən mərhumun intihar etməsi, ehtiyatsızlıqdan yıxılması və ya ona ağır bədən xəsarət yetirilməsi nəticəsində ölümün baş verməsi kimi hallar yoxlanılıb. İstintaqın hazırki mərhələsində əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, hadisə yerinə, müşahidə kameralarına baxış, meyidin xarici və daxili müayinə edilməsi, telefon məlumatları, məhkəmə genetik, məhkəmə tibbi və digər ekspertizaların rəyləri və başqa dəlillərlə müəyyən edilib ki, Elgün İbrahimova hər hansı kənar şəxs və ya şəxslər tərəfindən xəsarət yetirilməyib. Ona qarşı heç bir zoraki hərəkətlərə yol verilməyib. O hündürlükdən yıxılmaq nəticəsində aldığı çoxsaylı xəsarətlərdən ölüb. Həmçinin müəyyən edilib ki, Elgün İbrahimov may ayının 12-sində saat 16 radələrində hazırlıq kursundan çıxdıqdan sonra mobil telefonunu sataraq ayrı-ayrı şəxslərə olan pul borcunu qaytarıb. Bundan sonra Elgün İbrahimov Gəncə şəhərində yerləşən Naxış çay evində tanışları ilə görüşüb, birlikdə spirtli içki qəbul edib. Saat 19:40-da həmin yeri onlarla birgə tərk edib, Abbas Səhət adına bir saylı şəhər xəstəxanasının qarşısına qədər gələrək orada tanışlarından ayrılıb. Həmin vaxt Elgün üzərində hər hansı xəsarət izləri müşahidə edilməyib Elgünün. Daha sonra Elgün İbrahimov saat 20:17-də marketdən 2 qutu siqaret alıb, əvvəllər də mütəmadi olaraq vaxt keçirdiyi Gəncə şəhəri Xələfov 115 ünvanında yerləşən Texnologiya Universitetinin istifadəsiz yataqxanasına tək halda getmiş, qeyd olunan yataqxananın 5-ci mərtəbəsində məhəccərsiz eyvana çıxaraq orada bir neçə siqaret çəkib və eyvandan torpaqla örtülmüş sərt səthi olan həyətə yıxılaraq çoxsaylı xəsarətlər alıb. Saat 22:52-də ərazidə olan gözətçi tərəfindən yerdə yaralı vəziyyətdə aşkar edilərək təcili tibbi yardım avtomaşını vasitəsilə xəstəxanaya təxliyə edilmiş, may ayının 13-də almış olduğu xəsarətlərdən xəstəxanada ölüb. Bir daha xatırladırıq ki, istintaq aparılan dövrdə cinayət işləri üzrə məlumatların yayılması yalnız rəsmi dövlət qurumlarının təsdiqlədiyi informasiyalar əsasında həyata keçirilməli, xüsusi cəmiyyətin əsaslılıqla yanaşdığı məsələlərdə məsuliyyətli və qanuna uyğun davranmalıdır.